Salam uşaqlar, bu gün ölçü variantlarına aid növbəti məsələmizin izahına baxın. Məsələdə qeyd olunub, 16 üstündə 2x plus 5 bayt bərabərdir 8 üstündə 2 kilobayt tənliyini həll edin. Burada diqqət eləsək, sol tərəfimiz baytla, sağ hissəmiz isə kilobaytla verilib. Biz bunları ortaq olaraq bayt ölçü variantına gətirməliyik. Deməli, məsələni yazanda belə yazarıq. 16'nın iç üstündə 4 kimi göstərdik. Və bunu olduğu kimi yazırıq. 2 üstəcə 5 bərabərdir. 8, 2'nin kubu üstündə 2 vurulsun. Baytla kilobaytın arasında fərqimiz 2 onu belə yazırıq. Buradan sadələşdirsək və bilirik ki, riyaziyyatdan əsaslar eyni olanda vurmada üstlər toplanılır. Və burada əsaslarımız eyni olduğu üçün deməli, üstlərimiz də eyni olacaq. Bunları bərabərləşdirdik və x-i tapsaq, x olacaq -2. Cavabımız E variantı.